Salam. Bugün sizinle birlikte Fyodor Dostoyevskinin Karamazov qardaşlarından bəzi seçilmiş çox maraqlı hissələri, belə deyək, dərindən araşdıracağıq. Salam. Bəli, bu hissələr həqiqətən də çox qatlıdır. İnanc, şübhə, o gərgin ailə münasibətləri. Və əlbəttə, insanın öz mənasını axtarması. Məqsədimiz də bu mürəkkəb dünyada sizin üçün ən vacib, bəlkə də gözlənilməz nöqtələri üzə çıxarmaqdır. Hə, tamamilə doğrudur. Bu, həqiqətən də insani duyğuların və dərin fəlsəfi sualların, necə deyim, qovuşduğu bir əsərdir. Patriarx Fyodor Pavloviçin o mənəvi, əxlaqi tənəzzülü var ortada. Bəli, onun o mənəvi boşluğu bütün ailənin üzərinə bir kölgə salır sanki. Və oğulların hər biri də öz yoluyla bu mirasla mübarizə aparır. Bu, sadəcə bir ailə hekayəsi deyil əslində. Daha çox bəşəri bir dramdır, deyə bilərik. Bu hissələrdə ilk diqqəti çəkən şey, məncə o kəskin təzadlardır, elə deyilmi? Elədir, bəli. Bir tərəfdə Starets Zosima var. Onun o sevgi, bağışlanma mesajı, yəni demək olar radikal bir şeydir. O qadına dediyi söz yadımdadır. Tanrı səni günahınla birlikdə, günahkar olaraq sevir. Bu, hətta indiki dövrdə də, necə deyim, çox güclü səslənir. Çox güclü, bəli. Amma sonra o bir tərəfə baxırsan... O bir tərəfdə Karamazovların o xaotik, ehtiraslı dünyası var. Tamamilə. Atanın əxlaqsızlığı, Dmitrinin o çarəsizliyi, mən Karamazovam deyə qışqırması, o çılğınlıq... Və İvan, onun o intellektual mübarizələri, şübhələri... Bəli. Hətta, məsələn, Milsov kimi bir obraz var, o qərbiləşmiş liberal. Onun Parisdə rastlaşdığı xristiyan sosialist haqqında danışması belə çox maraqlı detaldır. O dövrdəki o bir-birinə ziddi ideoloji cərəyanların necə qaynadığını göstərir. İvanın şübhələri amma xüsusilə düşündürücüdür məncə. O təkcə Tanrının varlığını sorğulamır axı. Yox, daha dərinə gedir. İnsanlığın azadlıqla nə edəcəyini, ümumiyyətlə buna hazır olub-olmadığını sual altına alır. Bu, bəlkə də əsərin ən güclü tərəflərindən biridir. Bəli, onun Alyosha ilə söhbətləri, xüsusən də o böyük inkvizitor hekayəsi, bu sadəcə ədəbiyyat deyil, bu inanılmaz dərəcədə uzaq görən bir tənqiddir. Necə yəni? Yəni, İvan demək olar ki, peyğəmbərcəsinə deyir ki, insanlar İsa'nın təklif etdiyi o ağır azadlıq yükünü daşımaq istəmir əslində. Bunun əvəzinə nəyi seçirlər? Rahatlığı, təhlükəsizliyi, hətta bu bir illüziya olsa belə, bir yalan üzərində qurulsa belə, insanlar buna hazırdır. Azadlıqla təhlükəsizlik arasındakı o əbədi gərginlikdir bu. Və Dostoyevski bunu çox dərin göstərir. Sonra İvanın o şeytanla dialoqu da var. O da bu daxili parçalanmanı göstərir yəqin ki. Məhz onun kulminasiyasıdır, bəli. Amma bütün bu fəlsəfi dərinliklərlə yanaşı, çox canlı, yəni nəfəs alan bir insan dramı da var ortada. Dmitrinin vəziyyəti məsələn. Açığı adamın ürəyi ağrıyır. Hə, onun o pul tapmaq üçün atdığı çarəsiz addımlar, Samsonov, Legavey, sonra Perxotin. Və əlbəttə, Quruşenko ilə Katerina İvanovna arasında qalması. İki çox güclü, amma fərqli qadın obrazı. Elədir. Dmitrinin mübarizəsi həqiqətən də şərəflə alçaqlıq arasında bir var gəldi. Məhkəmə səhnəsi isə bu gərginliyi demək olar ki, zirvəyə çatdırır. Oradakı o ziddiyyətli ifadələr, Grigori başqa şey deyir, Feniya başqa. Hə, Hançı Trifon Borisiç, Polyaklar, hər kəs həqiqətin ancaq bir parçasını görür sanki, amma bütöv mənzərə daha da qəlizləşir. Və Katerinanın sonda Dmitrinin o məktubunu çıxarması. O an, yəni. Çox güclü səhnədir, Dmitrinin taleyini demək olar ki, həll edir o məqam. Çox təsirlidir. Bütün bu qarma-qarışıqlığın içində Alyosha sanki bir başqa qütbdir, bir ümid işığı kimidir. Zosimanın ona verdiyi o təlimat, qardaşlarının yanında ol. Bəli, bu təlimat ona sanki bir mənəvi kompas verir o xaotik dünyada. Alyosha həqiqətən də Zosimanın mənəvi varisidir, amma fərqli şəkildə. Necə fərqli? O, bu təlimi manastırın divarları arasında saxlamır. İnsanların içinə, dünyanın özünə aparır. Onun o faciəli İlyusha və digər uşaqlarla qurduğu münasibət. Hə, o səhnələr biraz işıq gətirir hekayəyə. Bəli, bir şəfqət və gələcək toxumu səpir sanki. Hətta Zosimanın ölümündən sonra gözlənilən o möcüzə əvəzinə, o məşhur çürümə qoxusunu yayılması belə çox mənalıdır əslində. Niyə mənalıdır ki?
Bu əksinə məyusluq deyilmi? Məyusluqdur, amma eyni zamanda göstərir ki, iman həmişə bizim o rahatlıq axtaran gözləntilərimizə uyğun gəlmir. Reallıq daha mürəkkəbdir, hətta narahat edici ola bilər. Maraqlıdır, Smerdyakov obrazı haqqında nə demək olar? Onun da rolu az deyil qətldə. Əlbəttə, Smerdyakov və onun İvanın o hər şeyə icazə var fəlsəfəsini özünə məxsus şəkildə, necə deyim, mənimsəməsi. Bu da ideyaların necə təhrif olunub təhlükəli nəticələrə gətirə biləcəyini göstərir. İvanla onun əlaqəsi çox mühümdür. Beləliklə, bütün bu hissələrə baxdıqda ümumi nəticə nədir? Mənim üçün bu, Dostoyevskinin təsvir etdiyi o dərin, ziddiyyətli Rus ruhu ya da ümumiyyətlə insan ruhudur. Mənəviyyat axtarışı ilə yanaşı dəhşətli insani qüsurlar. Bəli, imanla ağıl arasında o bitməyən mübarizə. Və bütün bunları hərəkətə gətirən o dağıdıcı, amma eyni zamanda qırılmaz ailə bağları. Ən əsası isə məncə bu mətnlər sizi o əbədi suallarla baş-başa qoyur. Azad iradə nədir? İstirabın mənası nədir? Xeyirlə şər niyə bu qədər iç-içədir? Və ən qaranlıq anda belə xilas mümkündürmü sualı? Bəli. Bağışlanma mümkündürmü? Bu sualların asan cavabı yoxdur. Dostoyevskinin dahiliyi də elə budur. Bizi bu cavabsız suallarla üz-üzə qoyur. Sonda sizin üçün bir düşüncə buraxmaq istəyirəm. Gəlin yenidən İvanın Böyük İnkvizitoruna qaydaq. Onun irəli sürdüyü o narahat edici argumenti düşünün. Əgər sizə real bir seçim təklif edilsəydi. Bir tərəfdə səhv etmək riskini daşıyan, məsuliyyət tələb edən, çətin bir azadlıq. Digər tərəfdə isə qayğılarınızın azaldığı, qərarların sizin əvəzinizə verildiyi, amma əslində bir nəzarətə, bəlkə də bir illüziyaya söykənən rahat bir təhlükəsizlik. Sizcə, biz fərd olaraq ya da cəmiyyət olaraq həqiqətən hansını daha çox arzulayırıq? Bu barədə düşünməyə dəyər.